Bu gün mən sizə Azərbaycan tarixi ilə bağlı heç kimin bilmədiyi sirr açacağam. Bu elə bir sirdir ki, bu sizi çox qürurlandıracaq və siz Azəri olduğunuza görə fəxr edəcəksiniz. Lakin əvvəl mən özüm haqqında məlumat verməliyəm. Çünki bir informasiyanı verən insanın özünün elmi səviyyəsi əsas məsələdir. Bunu adi bir boşboğaz, sözünə cavabdeh olmayan bir insan deyir, ya özünün fundamental əsərləri olan, kitab məqalələri olan bir insan deyir. Mən Batini Quran kitabının müəllifiyəm və ondan başqa 7 kitab, yüzlərlə elmi məqalələrim var. Və bunların demək olar ki, hamısını siz internet səhifələrindən oxuya bilərsiniz. Deməli, mənim yazılarımı, mənim sözlərimi eşitməyə dəyər. Çünki mən Batini Quran kitabının müəllifiyəm. Quranın batini mənalarını bu dünyada yalnız İsmaillər bilmişlər. Bu İsmaillər, deməli, Quranda anlayan tayfa adlanırlar. Yalnız onlar Quranın 7 qat dərin batini mənasını bilirdilər. Və ona görə onlara bilənlərinə də natiq deyirdilər. Yəni danışan Quran deyirdilər. Mən də bu nəsildənəm. İsmaillər nəsildənəm. Və Quranın 7 qat dərin batini mənalarını bilənlərdənəm. Nə demək istəyirəm? Yəni siz mənim sözümə diqqətlə qulaq asıb mənim dediyimi qəbul edə bilərsiniz. Və tam sizə əmin edirəm ki, heç kim bu dünyada mənim dediklərimin əksini sübut edə bilməz, deyə bilməz. Heç dediyimə cəsarət çatmaz. Çünki bilənlə bilməyən fərqlidir. Bildiyini bilənlə bilmədiyini bilməyən fərqlidir. Ona görə diqqətlə qulaq asın, mən sizə böyük bir sir açacağam. Qədim mənbələrdə Ərəb xilafəti adlanan Ərəb imperiyasının indiki Ərəbistana heç bir aidiyyəti yoxdur. Ərəb xilafətini Azərbaycan İsmailləri yaradıb, Azərbaycanda yaradıb, Azəri Seyidbəyləri yaradıb. Diqqətlə qulaq asın. Ərəb xilafəti sözü digər mənbələrdə, qədim Rus mənbələrində, Bizant mənbələrində, deməli, erməni mənbələrində, şərqi, deməli, xristian mənbələrində İsmaili hakimiyyəti gedir. Aqar hakimiyyəti gedir. Aqar Həcər deməkdir. Həcər dövləti gedir. Həcər, deməli, İsmaili dövləti gedir. Təsəvvür edirsiniz? Ərəb xilafəti sözü qədim mənbələrdə İsmaililər gedir. İsmaillərin isə indiki Ərəbistana heç bir aidiyyəti yoxdur. İsmaillər ifrat şiyələr olublar. Onlar bilğavasitə, deməli, Quranın batini mənalarını bilirlər, batini mənaları ilə məşğul olurlar. Onlar zahiri mənaları cəfəngiyyət sayırlar. Və bu Kari nəslidir. Quranın 7 qat dərin batini mənasını bilənlərdir. Deməli, bugünkü Ərəbistanın, Ərəb xilafətinin indiki Ərəbistana heç bir aidiyyəti yoxdur. Bu xilafəti Azəri Seyidbəyləri Azərbaycanda yaradıb. Bu xilafətin digər adı, deməli, Şiə Batiniyə olub. Məlahid-i Şiə Batiniyə. Yəni, burada söhbət mələklər nəslindən gedir. Mələk deyəndə qədim yazılarda qanadlı insan, yəni ölümsüzlük kazanan Seyid bəylər nəzərdə tutulur. Bu dünyada yalnız bir nəsil var ki, Allah onları ölümsüz yaradıb. Bunlar da Azəri Seyid bəyləridir. Bunlar qədim mənbələrdə həm Azərilər kimi gedir, həm göy insanları kimi gedir, həm göy türkləri kimi gedir. Bunlar Allahın ilk yaratdıqları varlıqlardır. Bu Azəri Seyid bəyləri pir nəsli sonradan adi insanları yaradıblar. Deməli, bugün Ərəb xilafəti adlanan imperiya bilavasitə Azərbaycanda Azərbaycan Seyidbəyləri tərəfindən yaradılıb. Və bütün qədim yazılarda, ilk yazılarda ancaq söhbət batiniyyədən gedir. Şiə batiniyyədən, Məlahid batiniyyədən gedir. Məlahid dövlətini Həsən ibn Sabbah qurub Ələmut qalasında. Ələmut qalası Babil qülləsinin, digər qədim mənbələrin Süleyman qülləsinin, Abzu qalasının başqa adıdır. Bu yerdən göyə uzadan cənnət mənasındadır. Ruhlar dünyası mənasındadır. Deməli, Ələmut rəmzi El-Muta kimi qeyd olunur. El-Mada kimi qeyd olunur. Bu da Midiya eli deməkdir. Mədinə Midiya şəhəri deməkdir. İran mənbələrində bu Ktesifon kimi keçir. Tövratda Mədyan kimi keçir. Mədinə sözü Tövratda Mədyan kimi keçir. Mədain kimi keçir. Bunun indiki Ərəbistana heç bir aidiyyəti yoxdur. Bu Azərbaycan ərazisində yaranıb. Qədim Allahlar yurdunda yaranıb. Assur şahlığının ərazisində yaranıb. Assur şahlıq, Assur mənbələrində açıq yazılır ki, Midiya ərazisində, Midiya göylərində Şərqin Ərəbi ölkəsi yaradılıb. Şərqin Ərəbi ölkəsinin indiki Ərəbistana aidiyyəti yoxdur. Bu bilavasitə Azərbaycanda yaradılıb. Və Şərq dedikdə Sührafədi fəlsəfəsində, İşraqiyyə fəlsəfəsində
göydəki cənnət nəzərdə tutulur. Mələkut dünyası nəzərdə tutulur. Məlahilər nəzərdə tutulur. Yəni seyidbəylər nəzərdə tutulur. Ölümsüz insanlar nəzərdə tutulur. Başa düşürsünüz? Bütün qədim yazılar bilavasitə rəmzlərlə yazılıb və bu rəmzlərlə İsmaillər yazıb, Azəri pirləri yazıb, seyidləri yazıb. Xahiş edirəm, siz mənbələri diqqətlə oxuyun. Siz mənim dediklərimdə yalnız həqiqəti tapacaqsınız. Başqa cür desək, bu dünyada Ərəb xilafəti deyilən xilafət bilavasitə Azərbaycana, Azəri seyidbəylərinə aiddir. Və bu Əlamut qələsi ilə bağlıdır. Oradakı asasinlər Əzrail deməkdir. Bunlar diri insan nəzərdə tutulmur deyəndə. Assasin, assa ruh deməkdir. Sindəki axirətdə gələn Mehdi deməkdir. Yəni Mehdinin ölümsüz ruhları mənasındadır. Və mənbələrdə bu məlahilər Həsən ibn Sabbahın ailəsi adlanır. Yəni Firon bəclər nəsli adlanır. Misir yazılarında pir sözü gedir. Digər mənbələrdə Firon sözü gedir. İran mənbələrində Firon bəclər gedir. Pirlər, bəylər nəslidir. Və bunlar yaradıblar bütün bəşəriyyəti. Bütün bəşəriyyəti Azəri pirləri yaradıb, diqqətlə qulaq asın. Bunu sizi indiki alimlər, oxuduğun mənasını dərk eləməyən alimlər deməyəcək, deyə bilməz də. Bunu ancaq batin alimi bilir. Çünki yalnız Quranın batini mənasını bilən insan bütün qədim sirləri bilir. Onlar insanın, göy insanlığı necə yaradıldığını bilir. Və mən də bunları bilənlərdənəm. Ona görə siz mənə diqqətlə qulaq asın. Siz indiki bu günə kimi nə eşidibsiniz, hamısını yadınızdan çıxardın. Adi bir misal çəkəcəm sizə. Deməli, Əbu Bəkirin vaxtında, birinci xəlifənin vaxtında 500 dənə hədis yazılmışdı. Ömərin vaxtında da istədilər yazsınlar, gördülər 500 dənədən artıq hədis əmələ gəlmir. Yenə yazmadılar. Qulaq asın, 100 il sonra 1 milyon yarım hədis yazıldı. Necə ola bilər? Peyğəmbərin öz dövrünə yaxın cəmi 500 hədis var idi. Peyğəmbərin dövründən 100 il sonra 1 milyon yarım hədis yazıldı. Təsəvvür edirsiniz? Nə demək istəyirəm? Bütün bu hədislər rəmzlərdir. Və bunu İsmaillər sonradan düşürüb yazıblar, avam insanlar üçün yazıblar. Və bunun haqqında mənbələrdə yazım var. Alban ərənləri yazıb bunun. Bu ərənlər, bəgərənlər gedir kitabda da Qorqudda. Bu Azəri bəyləridir. Bu bizi. Bunu biz avam insanlar üçün yazdıq. Quran yazılanda iki mənalı yazılır. Zümer surəsi var Quranda, zümrə mənasındadır. Bu Zümrə surəsində açıq yazılır ki, Quran hədislər toplusudur və ikili mənalı yazılmışdır. Və bu birinci yazılanda da yazanlar da İsmaililər bunun batini mənasını yazırlar. Və ilk xəlifə dövründə əsas batini mənalar əsas götürülür. Və dövlətin də adı batiniyə gedib, şiə batiniyə, məlahid-i batiniyə dövləti gedib. Siz mənim kitab məqalərimi oxuyun. Mən son məqaləmdə bunlar hamısını açmışam. Son 10 səhifəli bir böyük bir məqalə yazmışam. Hamısını elmi sübut eləmişəm. Heç kim onun qabağında bir cümlə bir söz deyə bilməz. Ona görə siz öz tarixinizi öyrənməyə başlayın. Bəs bu ərəb cəfəngiyatı ilə məşğul oldunuz. Ərəb dünyasını mən dediyim kimi Azərbaycanda, Azərbaycan göylərində seyid bəylər yaradıb. Alban mənbələrində açıq yazılır. Göydə səhra tikdilər yazılır. Arakel Davrijet gedir, Təbrizli Arakel. Göydə səhra tikdilər. Bu səhra həmin səhradır ki, Tövratda başqa yerdə, deməli, Əhd-i Cədiddə, Əhd-i Ətiqdə Faran səhrası gedir. Firon səhrası mənasındadır bu Faran səhrası. Və bu Faran səhrasına İsmaillə İbrahim köçür. İbrahim göndərir azadın İsmaillə bir yerdə Faran səhrasında. Axirətə qədər Faran səhrasında qalır. Başa düşürsünüz? Bunlar hamısı rəmzlərdir. Və bu göydə yaratmışıq biz ərəb dünyasını. Siz hələ Kabbalanı bilmirsiniz, ərəb sözünün mənasını bilmirsiniz. Ərəb sözü Rabba deməkdir. Kabbalada bu ölkənin adı, Ərəbistanın adı Briya kimi gedir. Briya şahlığı gedir. Başa düşürsünüz? Barra deməkdir bu. Bu, deməli, ərəb sözü, Rəb sözündən eyni sözdür. Fikir verirsiniz. Sufizmdə, batinilərdə sait yazılmır. Ərəb sözünə Rəb sözü eyni məna verir. Və bu da Allah deməkdir. Tövratda, deməli, Qurbanda, Quranda ərəb dili, deməli, ruhul əminin insanın ürəyinə göndərdiyi dil mənasındadır. Bu danışıq dili deyil, bu vəhm mənasındadır. Ruhun
insanın ürəyinə göndərdiyi dil danışıq dili deyil, vəhdir. Quranda ərəb dili vəh mənasındadır və bunun indiki ərəblərin dilinə heç bir aidiyyəti yoxdur. Təbii ki, onlar da bundan başlayıblar, ərəb dilini bundan sonra yaradıblar bu dili. Ancaq bunların hamısının banisi İsmaillərdir. İsmaililər isə qədim Misir yazılarında Qor yolu ilə gedənlər gedir. Qor Allahın yolu ilə gedənlər. Fironlar onun yerdəki nümayəndələridir, əksləridir, obrazlarıdır. Qor yolu ilə gedənlər İslamda gedir, deməli, Məhəmməd və onun əshabələrinin yolu ilə gedənlər. Başa düşürsünüz? Və deməli, Tövratda bu qor yolu ilə gedənlər, daha doğrusu Ətiqdə Aqarlılar adlanır. Aqar Həcər nəsli deməkdir. Həcərlər adlanır. İsmaillər adlanır. Bu İsmaillər Tövratda Gelad İsmailləri kimidir. Bizlərdə İfrat Gelad şiyələri kimi qalıb. Bunlar hamısı İsmaillər Azəri pirləridir. Başa düşün bir dəfəlik. Siz bu cəhalətlə məşğul olmayın. Ərəb mənbələrinin, yazılarının hamısının batini mənası var. Heç kim hədisləri birbaşa qəbul edilməlidir. Və onun hesabıdır ki, təsəvvür edin, bu alimlər çıxıb dinşünaslar, Quranda yazılanların tam əksini elmi sübut edirlər. Eyni fikirlər bir neçə yerdə müxtəlif variantda yazılır. Və bu da Quranın cəfəngiyat olduğu deməkdir. Bəli, Quranın zahiri mənası tam cəfəngiyyatdır. Lakin Quranın batini mənası dəryadır. Və burada göydə yaradılmış ruhlar dünyasına söhbət gedir. İsmaillərin əcdadı Bəştüzəman göydəki ruhlar dünyasını, insanı, ilk Allahlar nəslini, Əzraillər nəslini, asasinləri necə yaradıb? Quranın batini mənasında bundan söhbət gedir. Və siz mənim dediklərimə qulaq asın. Mən tək Quranı, Tövratı yox, bütün qədim yazıları, qədim Misir yazılarını, Çin yazılarını, Hind fəlsəfəsini, Yunan hamısının elmi izahını verirəm. Çünki bu bizim yazılardır, Azərilərin yazılarıdır, Seyid bəylərin yazılarıdır. Azərilər, deməli, Yəqubiyə görə 2 nəsildir. Ümumi Azərilər, bunlar gedir bəylərin nəsli, bir də var Atabək, bu bəylərin atasının nəsli. Bunlar gedir Cavidan və Babək nəsli. Əvvəldə və axırda gələn Allah mənasındadır bunlar. Azərbaycan deyəndə 2 nəsil, Atabəklər nəsli gedir. Ata nəsli özü, yəni Bəştüzəmanın öz nəsli, bu Cavidan və Babəkin nəslidir. Bir də digər Azərilər. Bunlarsa digər bəylərdir, seyidlərdir. Daha dəqiqdirsə seyidlərdir. Qədim yazılara görə Allah ilk olaraq Azərilər yaradıb, ölümsüz insanlar kimi. Bunlar nəhəng insanlar olub. Deməli, seyidlər, bəylər bunların obrazı kimi yaradılıb. Və bu bəylərlə sonra bəylərin qardaş kimi seyidlər yaradılıb. Bəylər, seyidlərin ikisi birlikdə adi insanlar yaradıb. Və bunlar haqqında mənim internetdə istənilən qədər məqalələrim var. Siz bunları oxuyun. Qədim mənbələrdə Allahlar deyəndə seyid bəylər nəzərdə tutulub. Bək sözü Rus dilində bok kimi gedir. İran dilində, deməli, İranlılarda baqa kimi gedir. Yahudilərdə Yaxvə kimi gedir, Yaqub kimi gedir, Yaxıb kimi gedir. Bunlar Allah mənasındadır. Seyid sözü də, deməli, Zərdüştilikdə Zeydə kimi gedir, deməli, Yazdan kimi gedir, Yazata kimi gedir. Yazata seyid sözünün digər yazılış formasıdır. Bunlar ilk yaradılışlar nəslidir. Obrazları kimi yaradılmış pirlər, seyidlər nəslidir. Bunlar Azərilərdir. Və siz bunların törəmələrisiniz. Bugün bizim adımızın qabağında mir sözünün yazılması o demək deyil ki, biz adi insanlarıq. Bütün yerli Azərbaycan əhalisi hamısı mirlərin, seyid bəylərin törəmələridir. Ruslar gələndən sonra biz bu adları götürdük üstümüzdən. Çünki ruslar bizim üçün qadağalar qoydular. Kim seyid bəylərdirsə onlara torpaq vermirdilər. İnsanlar torpağa görə öz adlarından, titullarından mərhum oldular. Başa düşürsünüz? Deməli, bugün Azərbaycanlılar qədim Misir pirləri, fironları nəslidir. Seyid bəylər nəslidir. Ərəb imperiyasında digər bütün imperiyalar kimi onlar yaradıblar. Qulaq asın diqqətlə. Bütün bu dünyada imperiyalar olar ya, çünki onlar ilahla vəhdətdə olublar. Sufizmin bəqa səviyyəsində ilahla vəhdətdə olub. İlah hər şey yaradan, əvvəli sonu olmayan, doğulmayan ilkin materiyadır, efirdir. Düşünürsünüz? Bütün yer kürəsində bütün yaranış, inkişaf, flora, fauna bu ilahın hesabınadır. Bu ilah özünü dərk eləyən Bəştüzəman bu ilahı idarə etməyə başlayır.
və ondan el-ilah, yəni Allah yaradır. Kosmik insan yaradır. Göy insanı yaradır. Bizim əcdadlarımızı yaradır. Deməli, pirlər nəsli, göy insanları da bu kosmik insanların obraz və bənzəri kimi yaradılıb. Ona görə bunlar müqəddəslər nəslidir. Bunlar sözlə keçən əsrə qədər Azəri Seyidbəyləri sözlə, fikirlə təbiətə təsir edə bilirdilər. İnsanlara həyat verirdilər, şəfaət verirdilər. Deməli, istədiyi adamları öldürə bilirdilər sözlə, fikirlə. Təbiəti dəyişə bilirdilər. Qışda yaz havası yarada bilirdilər, yayda qış havası. Bilirsiniz, bunlar bu xüsusilə ancaq ilaha layiq xüsusiyyətlər olduğu üçün, ilahın xüsusiyyətləri olduğu üçün Azəri Seyidbəyləri, pirləri də qədimdə Allahlar gediblər. Onlara mətnlərdə 3-2 insan, 3-1 Allah deyiblər. Siz öz tarixinizi oxuyun. Heç kimə bu dünyada sizin tarixiniz qəbul etməyə sərf eləmir. Çünki o zaman onlar adi insan olurlar. Və siz onların ağası olursunuz. Və ağa sözü də qədim Misirdə bilavasitə İsmaillərə deyil. Aqar nəsli nə deyil? Başa düşürsünüz? Bunlar təbiətin ağasıdır. Yer kürəsinin ağası olurlar. Qısası, sözümün canı nədədir? Ərəb imperiyasını biz yaratmışıq, İsmaillər. 7 qat Quranın batini mənasını bilənlər. Siz oxuyun. Ərəb mənbələrini diqqətlə oxuyun. Mənbəyin oxuyun. Orada söhbət şeylərdən gedir, deməli, Karilərdən gedir. Kari Qor nəsli deməkdir. Qor şiyələrə deyilir. Deməli, Qor nəsli, deməli, şiyə sözü ümumiyyətlə bilmək lazımdır ki, ruh deməkdir. Qədim Misirdə bu şu Allaha kimi gedir. Xristiyanlar Yeşua deyəndə də, yəni İsa Peyğəmbər deyəndə də şiyə nəzərdə tuturlar. Ya şiyə nəzərdə tuturlar. Görürsünüz? Deməli, Qor nəslinin ruhları şiyələrdir. Ölümsüz şiyələr. Ölümsüz şu deməkdir. Və Qor şudan da yaranıb Qureyş. Qureyşlərin mühacirət eləməsi Mədiniyə, onların göyə mühacirət eləməsi mənasındadır. Ölümsüzlük qazanması mənasındadır. Görürsünüz? Fikir verin, mühacirət sözü özü Həcər sözündən götürülür. Mühacir. Hacir Həcər deməkdir. Həcər nəslinə aiddir bu mühacirlər. Ölümsüzlük nəsli, ölümsüz pirlər, seyidlər. Mənim internetdə keçən əsrin axırında bu pirin və seyidlərin ağsaqqalları ilə müsahibəm var. Onların danışığından da hiss olunur ki, görünür ki, bunların əcdadları bugün də sağdır. Onlar seyidlərdən, babalarından, əcdadlarından kömək istəyirlər. Onlar da kömək edirlər. Bugün də insanlar ocaqlara gedir. Pirlərə nəzir verir. Niyə? Çünki inanırlar ki, o ölmüş ruh, o pirin ruhu ona kömək eləyəcək. Riyazi təfəkkürə malik insan düşünməlidir. Ölmüş insanın ruhu necə insana kömək eləyə bilər? Deməli, o ruhlar ilahla vəhdətdə olan ruhlardır. Ölümsüzlər nəslidir. Siz bunlar haqqında heç nə bilmirsiniz. Çünki istəmirlər. İndi Azərbaycan tarixinə deməli, cavabdeh olan insanlar da çox Azərbaycanlı deyil, qarışıqdılar. İstəmirlər siz tarixinizi biləsiniz. Siz tarixi bizdən öyrənin, Atabəylər nəslindən öyrənin. Biz İsmaililər, biz İsmailin natiqləri, biz Atabəylər, Xəzər, deməli, Türk bəyləri bizi, bütün tarixi biz yaratmışıq. 5000 il bütün dünyaya biz ağalıq eləmişik. Son 500 ildə aləm qarışıb. O da Allahın yasına görədir. Deməli, Azəri xalqı Xristiyanlıqda gedir Lazar kimi. Lazar El-Azər deməkdir. İsa Peyğəmbərlər deyir ki, Mariya, və Lazar öldü, 3 gün ölüb, sən niyə gəlib çıxmırsan? Niyə gəlib kök qoymadın ölsün? İsa Peyğəmbər deyir ki, Mariya, Lazar ölməz. Bu Allahın şöhrəti üçündür. Azər xalqı ölməz, bunu bilin. Bu Allahın şöhrəti üçündür. Bilin və agah olun ki, Ərəb xilafətinin indiki Ərəb ölkəsinə, Ərəbistana heç bir aidiyyəti yoxdur. Ərəb xilafətini İsmaillər yaradıb, Azəri İsmaillər yaradıb və İsmaillərin də indiki ərəblərə heç bir aidiyyəti ola bilməz. Çünki bunlar nizarilərdir. Nizari Gel şəhərindəki Azər Allaha deməkdir. Asiris Allaha deməkdir. İsmaillərdə açıq deyilir, yazılır ki, Nizar ölməyib, sağdır. Bu dəqiqə də sağdır. İsmaili inancına görə Nizar ölməyib, sağdır. Bugün də sağ olan bir dənə Azər Allahıdır, Asiris Allahıdır. Bugün mən yenə deməli o zəncir vuran bizim o möminlərə demək istəyirəm.
Siz elə bilməyin ki, siz hansı ərəbə görəcəksə zəncir vurursunuz. Xeyr. İmam Hüseynin əvvəlki adı olub Sarallah. Sar Allah. Bu sar Allah, asar Allah deməkdir. Siz ərəbə görə zəncir vurmursunuz. Siz Azər Allaha görə, asar Allahına görə zəncir vurursunuz. O asar Allahına görə ki, sizin babalarınız, əcdadlarınız dünyaya ağalıq eləyib. Bütün Avropa şahları, Rus şahları, Rus imperatoru, Türk, bütün imperatorların başında Azərlərdir. Çünki yer kürəsində yalnız Allah bu nəslə himayə durur. Yalnız bu nəslə kömək edir. Bu nəsli idarə edir. Adi insan heç vaxt hakimiyyətə gələ bilməz. Ağır Seyidin bir sözünə o insanı da bölər. Təsəvvür edirsiniz? Adi insan hakimiyyətə gəldi. Siz Seyidlər Pirlər nəslinin hakimiyyətində. O qala bilərmi hakimiyyətdə? Heç vaxt qala bilməz. Ağır Seyid əsəbləşdi. Yad cəddim deyəcək, o adamı da böləcək. Siz məntiqə fikir verin, məntiqi başa düşün. Bilin ki, bu dünyada Allahın köməyi olmasa, Allahın himayəsi olmasa, heç kim bu dünyada şahlıq edə bilməz. Bugünkü hakimiyyət, bu dünyanın axırı da, söhbəti də, bugünkü qarşılığı da ahirətin yetişməsi mənasındadır. Heç kim öz başına gəlmir hakimiyyətə. Ancaq Allahın izni ilə gəlir. Müəyyən missiyanı yerinə yetirmək üçün gəlir. Bugün Azər ölməlidir. Bugün Azəri xalqı parçalanmalıdır. Dünya pis günə qalmalıdır ki, xaos yaranmalıdır ki, yenidən göydə ikinci Azər Allah'a, ikinci dünya yaransın. Ona görə qədim yazılarda Azərin ölüb dirilməsindən söhbət gedir. Asiris Allah'ın ölüb dirilməsindən söhbət gedir. Bizim bu möminlərin zəncir vurması da bizim əcdadımızın ölməsinə aiddir. Siz onun ölməsinə yas tutursunuz. Və siz bununla fəxr eləməlisiniz. Çünki heç kim də bilməsə Allah bunu bilir. Vaxt gələndə siz öz bunun əvəzini alacaqsınız. Tam arxayınlıdır. Ərəb xilafəti Azərbaycandan başlayır. Xilafət sözü də gelyafət deməkdir. Gelyafət. Gel sözü də bilavasitə bu Azərbaycan Atabəklər ailəsinin yurdudur. Bu Tövratda Gelat kimi gedir. Bizdə gedir Xelat Atabəklər ailəsi. Həmin o Xelatdır ki, Xaldeya kimi yazılıb. Orada Babil qülləsi tikilib. Həmin o Xelatdır ki, Xaldeya kimi gedir Seyid bəylər mənbələrdə. Qədim yazıda Xaldeya deyəndə Xelatlılar nəzərdə tutulur. Və Ərəb xilafətini də bu Xelat bəyləri yaradıb. Xelat Seyid bəyləri yaradıb. Bilin, öz tarixinizə sahib çıxın. Boş boğazlara qulaq asmayın. Bugün siz nə eşidirsinizsə tarixdə, qədim yazıda, tarixlər haqqında alimlər danışır, hamısını yaddan çıxardın. Heç birinə qulaq asmayın. Ərəbi demişkən, yaradılışın sirrini bilməyən alim ola bilməz. Əgər o yaradılışın sirrini bilmirsə, yerin göyün insana necə tabi edildiyini bilmirsə, pirlər, seyidlər nəslinin necə yaradıldığını bilmirsə və danışırsa, bu heyvani insandır. Heç kim bilmir bu sirləri. Ancaq heç kim danışmır. Onlar adi insandır. Aydın məsələ, bunlara heç nə demək olmaz. Ancaq sən tarixi bilmirsən, yaradılışın sirrini bilmirsən və bilmədiyi bilmirsən, danışırsan, sən heyvani insansın. Başa düşürsünüz? Ona görə mənim sözüm nədir sizə? Siz ancaq mənim yazdıqlarımı oxuyun. Batiniliyi öyrənin. Ancaq mənim kitablarımı oxuyun. Çünki mənim kitablarımdan başqa heç bir mənbədə sizə açıq yazılmayacaq. Yalnız mən bütün mənbələrdə yazılanların hamısını elmi izahını vermişəm və insanlara çatdırmışam ki, bunlar hamısı bilavasitə Azərlərlə bağlıdır. Mənim internetə boqda çoxundan qədərim.